Mən Rəhimova Ruhiyyə, Süsən Kəlağayı irsinin nümayəndəsi. Bir il ərzində biz artıq demək olar ki, dünyaya tanınmışıq. Bizdə olan kəlağayılar rənglərinə və keyfiyyətinə görə fərqlənir. Daha parlaqlığı ilə, gözəl naxışları ilə, gözəl rəngləri ilə insanın diqqətini çəkir. Süsən Kəlağayının loqosu niyə məhz Süsən olaraq götürülüb? Çünki Şəki xanlığında, Xan sarayında olan bir sevilən güldür. Hansı ki, Şəki xanı hər zaman öz masasının üzərində Süsən gülünü saxlayıb. Süsən gülü həm cəsarət, mərdlik, qonaqpərvərlik rəmzidir. Məhz buna görə də biz Süsən adını özümüzə götürdük. Süsən Kəlağayı istehsalında növbənöv kəlağayılar var. Bunlardan ağzəmi, soldurma, qara, heyrati, həm müxtəlif ölçülər, həm müxtəlif rənglər var. Artıq Süsən Kəlağayı irsi Abadın satış məntəqələrində də satışa çıxarılıb. İstənilən kəlağayını Abaddan əldə edə bilərsiniz.